Bəzən görürsən, yediğiniz qidalar görürsən, sonsuzluğa gətirib çıxarır. İndi nəzərləyən bir uşaq tapanda da qurbanı tarihcə kəsilir. Amma indi uzun ömürlü diyarlarımız olan yerlərdən biri də Cənub bölgəsidir. Məsələn, 6-7 olana biraz elə bir uşağı olmamış kimi baxırmışlar bir sabitlərdə. 13 uşağı, 14 uşağı, 16 uşağı. İndi gənc nəslə bu biraz qeyri-adi gəlir, amma indi aramızda o yaşlılardan, məsələn, 13-14 uşağı olanlar və yaxud da 6 bacı, 8 qardaş olanlar var aramızda, məsləhətin içərisində də burada olanlardan sözü müraciət edirəm ki, bəzən görürsən bir ata, bir ana 14 uşağı yerbəyə edir. Ən azı öz dilimizdə bu bayağı dildə desək, evdən heç olması bir külə də olsa, bir daxma da olsa, istidən, soyuqdan, yağışdan, küləkdən, küldən qoruyacaq bir edir yola salır. Amma elə ki, o vaxtları yerbəyə edir, ömrün qonaq qismində 3-5 il qalır, o 14 uşaq görsən bir-birinə yiyəşir. Oğuna, buğuna, qalır bağlılığı ortada. Allah bu anlardan qorusun. Amin. Yəni 14 uşaq yerbəyə edən ata-anaya bəzən 14 uşaq sahət çıxarılır.